Hər vaxtınız xeyir. Bugün diqqətimizi Xəzərin ən hiyləgər, ən arzu olunan balıqlarından birinə, Xəzər kütümünə yönəldirik. Bilirsiniz, kütüm tutmaq hər bir balıqçının arzusudur. Amma fərqli xarakterinə görə bunu bacarmaq heç də asan deyil. Bugün hazırladığımız bu izahlı təhlildə elmi faktları və usta balıqçıların sirlərini bir araya gətirmişik. Sizə elə strategiyalar verəcəyik ki, növbəti ovunuzda əsl peşəkar kimi davranacaqsınız. Gəlin başlayaq. Bələdçimizdə nələrdən bəhs edəcəyimizə qısaca nəzər salaq. Birinci, kütümlə yaxından tanış olacağıq. Daha sonra ovun anatomiyası, mükəmməl yemin hazırlanması sirləri, peşəkar qarmaq texnikaları və ən nəhayət su axını strategiyalarından danışacağıq. El arasında ziyad balığı kimi də tanınan kütüm təkcə idman balıqçılığı üçün hədəf deyil. O, laziz kükü və ləvəncisi ilə süfrələrimizin əsl incisidir. Amma gəlin etiraf edək, onu tutmaq üçün sadəcə qarmağı suya atıb, bəxtəvər kimi gözləmək işə yaramır. Uğur qazanmaq üçün siz mütləq onun suyun altında necə düşündüyünü və necə qidalandığını dəqiq bilməlisiniz. Birinci hissə, Xəzər kütümü ilə tanışlıq. Gəlin əsas hədəfimizi yaxından tanıyaq. Mənbələrə əsasən bu dəyərli növ əsasən Xəzər dənizində 9-24 metr dərinliklərdə yaşayır. Çoxalmaq üçünsə mart və aprel aylarında çaylara doğru miqrasiya edir. Ancaq burada diqqət etməli olduğumuz çox mühüm, həlledici bir detal var, onun təbii qidası. Kütüm əsasən ilbiz, yengəc və krevetka kimi sərt qabıqlı canlılarla qidalanır. Və inanın mənə, bizim bütün ov strategiyamız məhz bu kiçik faktın üzərində qurulacaq. Keçirik ikinci hissəyə. Ovun anatomiyası və bioloji çətinlik. Kütümün anatomiyasında ən heyrətamız detal nədir bilirsinizmi? Ağzının ön hissəsində, yəni bizim öyrəşdiyimiz yerdə dişləri yoxdur. Bəli, düz eşitdiniz. Bunun əvəzinə boğazının dərinliyində, udlaq nahiyəsində 5-6 xüsusi dişi var. Yəni bu balıq yemi qoparmır, əksinə yemi bütöz udur və boğazındakı o dişlərlə sərt ilbiz qabıqlarını fındıq kimi əzir. Bu bioloji quruluş yemi qarmağa necə taxacağımızla bağlı oyunun qaydalarını tamamilə dəyişir. Buna əlavə olaraq kütümün olduqca küt bir burnu var. Elmi dildə desək, bu rostrum başının təxminən 26-28%-ni təşkil edir. Təsəvvür edirsiniz? Bu cür enli və küt ağız quruluşu onun dəniz dibindəki qidaya necə yanaşdığını diktə edir. O qidanı dişləmir, sadəcə bir tozsoran kimi dəniz yatağından içinə çəkir. Üçüncü hissə, mükəmməl yemin hazırlanması. Əsl ustad dərsi burada başlayır. İndi keçirik işin ən praktik tərəfinə, yemi necə hazırlayaq. Əsasən təzə çörək və ya xəmirdən istifadə edəcək. Təcrübə göstərir ki, xəmiri bərabər ölçüdə təxminən 40 kiçik hissəyə kəsmək lazımdır və burada ən kritik məqam, o kiçik xəmir parçalarını iki barmağınızın arasında o qədər möhkəm, o qədər sıx yuvarlamalısınız ki, suya atılanda dərhal əriyib getməsin. Yem daş kimi möhkəm və kompakt olmalıdır. Gəlin bayaq öyrəndiyimiz o anatomiyanı xatırlayaq. Kütüm sizin yeminizi ağzının ucuyla nəzakətlə yoxlamayacaq. Dişləri boğazında olduğu üçün o yemi əzmək məqsədi ilə aqressiv şəkildə yudaraq hücum edir. Sizin zəhmətlə hazırladığınız o sıx xəmir topları məhz bu aqressiv zərbəyə, bu amansız təzyiqə tab gətirə bilməlidir. Dördüncü hissə, peşəkar qarmaq texnikaları. Bəs o hiyləgər balığı necə tora, daha doğrusu qarmağa salacağıq? Burada əksər həvəskarların və yeni başlayanların etdiyi çox böyük bir səhv var. Onlar adətən qarmağı tamamilə xəmirin içində gizlədirlər. İnstinktiv olaraq düşünürlər ki, aman, balıq qarmağın metalını görsə, qorxub qaçacaq. Amma yox, peşəkar strategiya tam fərqlidir. Yemi taxarkən qarmağın iti ucunu mütləq xəmirdən biraz çöldə saxlamalısınız. Niyə belə edirik? Gəlin bu mükəmməl tələnin arxasındakı mexanikaya baxaq. Tələnin mexanikası əslində çox sadədir. Kütüm o bərk xəmili tozsoran kimi içinə çəkir və udlaq dişləri ilə əzməyə başlayır. Ancaq xəmirin içində o sərt, yeyilməz metalı, yəni qarmağı hiss edən kimi dərhal onu geri tüpürməyə çalışır. Və məhz o anda sizin çöldə saxladığınız o iti qarmaq ucu balığın ağzının iç tərəfinə, yanağına və ya dodağına sancılır. Diqqət edin, siz onu deyil, o özü özünü ovlayır. Bu sadəcə balığın anatomiyasından ona qarşı istifadə etdiyimiz mükəmməl bir strategiyadır. Beşinci və son hissə. Su axını strategiyaları, mühiti oxumaq. Hətta yemi mükəmməl hazırlayıb, qarmağa düzgün taxsanız belə, suyu oxuya bilmirsinizsə, hər şey əbəsdir. Suyun vəziyyəti yeminizin qarmaqda nə qədər ac qalmasını birbaşa müəyyən edir. Durğun, sakit sularda yeminizin tutunma şansı çox yüksəkdir. Digər tərəfdən, sürətli axar və ya dalğalı sularda yemin tab gətirmə müddəti kəskin şəkildə aşağı düşür. Gəlin rəqəmlərlə danışaq.
Tam sakit, durğun sularda düzgün və sıx şəkildə bükülmüş bir xəmir parçası qarmaq üzərində rahatlıqla 60 dəqiqəyə qədər qala bilər. Bəli, düz eşitdiniz. Bütöv bir saat. Bu da sizə balığın gəlib yemi tapması üçün kifayət qədər böyük bir vaxt pəncərəsi verir. Amma gəlin bunu sürətli axınla müqayisə edək. Əgər siz çayların dənizə töküldüyü güclü axını olan, dalğalı bir bölgədə ov edirsinizsə, vəziyyət tamamilə dəyişir. Suyun davamlı hərəkəti o bərk xəmiri belə cəmi 5 dəqiqəyə əridi parçalayacaq. 5 dəqiqədən sonra isə qarmağınız suyun altında tamamilə boş qalacaq. Bu da bizi ən həlledici dərsimizə gətirib çıxarır. Axına mütləq uyğunlaşın. Sürətli axında siz çox aktiv olmalısınız. Qarmağınızı hər 5-10 dəqiqədən bir sudan çıxarıb yemi yeniləməlisiniz. Oturub saatlarla gözləsəniz, sadəcə boş qarmaqla vaxt itirəcəksiniz. Durğun sularda isə tam əksinə. Yemi tez-tez çıxarıb balığı ürkütməyin. Sadəcə səbirli olun. Biologiyadan tutmuş təcrübəyə, yem hazırlığından tutmuş suyun axınını oxumağa qədər kütüm ovunun fəlsəfəsini sizinlə birlikdə incələdik. Balığın o qəribə anatomiyasını, ona qarşı necə istifadə edəcəyimizi və qarmaq tələsini necə quracağımızı aydınlaşdırdıq. İndi isə top sizdədir. Növbəti Xəzər dənizi balıq ovu səfərinizdə bu peşəkar taktikaları sınaqdan keçirib, bu hiləgər balığı qarmağa salmağa hazırsınızmı? Düşünürəm ki, artıq əlinizdə ehtiyacınız olan bütün xəritə var. Təhlilimizi izlədiyiniz üçün təşəkkürlər. Növbəti mövzularda görüşənədək ovunuz həmişə uğurlu olsun. Hürmet, geleceğe zemanet.